Şirvan Kimya Bioloji Təmayül Liseyin 8-ci sinif şagirdi Abbasov Məhəmməd. Həmin liseyin 11-ci sinif şagirdi Həzrət Süleymanlı. Bu gün isə ASSK komandası olaraq SAF 2025-in kursat kateqoriyası üzrə təqdimat edəcəyik. İlk öncə sizə öz peş modelimizi göstərmək istəyirəm. Peş modelimiz 3 hissədən ibarətdir. Gövdəsi, qanadları və antenası. Biz burada əsas 2 rəngdən istifadə etmişik, qızılı və gümüşü. Bizim kursatımızda isə DMHD 11 sensorunu istifadə etmişik. Bu DMHD 11 sensoru bizə temperatur və nəm dəyərlərini ölçüb bizə göndərəcək. Burada gördüyünüz kod vasitəsilə həmən dəyərləri ölçür. Gördüyünüz kimi temperatur 25.90, rütubətliyimiz 55%dir. Digər olaraq isə bizdə günəş paneli var. Günəş paneli vasitəsilə günəş panelinə işığı yaxınlaşdıranda burada gördüyünüz kimi işıq yanır. Digər olaraq isə bizdə EFC 32 cam vasitəsilə P2-dəki video və ya şəkli bizə göndərməyində kömək edəcək.